Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Gördüyünüz kimi qarlı hava şəraiti hökm sürür. Yer səthi kifayət qədər sürüşkəndir. Və sutkanın qaranlıq vaxtıdır, görüntümüz də məhduddur. Əlavə olaraq axşam saatı, yəni gecə saatı olduğu üçün yer səthi də donmağa doğru gedir, sürüşkənlik biraz da artacaq. Mən bugün sizə qarlı hava şəraitində avtomobil idarə edərkən nələrə diqqət etməliyik, hansı səhvlərə yol verməməliyik, bunları sizlərə izah etməyə çalışacağım. Hal-hazırda mən İsmayıllı rayonundayam, yəni İsmayıllı rayonundan Bakı istiqamətinə doğru yanalıram və bura məhz bu çəkilişi aparıb sizlərlə paylaşa bilmək üçün gəlmişəm ki, sizləri müəyyən mənada maarifləndirə bilmək. İlk öncə özünüz və avtomobiliniz qarlı hava şəraitinə belə deyim ki, hazır olmalıdır. Yəni sürücü olaraq siz kifayət qədər səriştəli deyilsinizsə, qarlı havalarda avtomobil idarə etməməyə çalışın. Çünki siz müəyyən mənada avtomobil idarə edə bilirsinizsə, bu işin tamamı demək deyil. Avtomobil idarə edə bilməyən sürücülərlə də qarşılaşacaqsınız. Özünüz özünüzə sual verin. Siz idarə etməni itirən hər hansısa bir avtomobil görsəz, qəzanın qarşısını ala biləcəksiniz, yoxsa yox? Əgər siz digər sürücünün səhvi nəticəsində baş verə biləcək yol nəqliyyat hadisəsinin qarşısını alma iqtidarındasınızsa, buyurun. Yox, əgər hazır deyilsinizsə, hələ özünüz quru hava şəraitində, düz yollarda çətinliklə avtomobil idarə edirsinizsə, qarlı havalarda ümumiyyətlə avtomobil idarə etməyə cəhd göstərməyin. Tam olaraq təkmilləşin ondan sonra. Avtomobilinizin baxım məsələlərini çox da dərindən izah etmirəm. Hansı ki, burada avtomobilin yağı, soyutma sisteminin mayesi, əyləc sisteminin mayesi və s. və ilaxır kimi diqqət etməli olduğunuz məqamlar var. Daha bu qədər ifrata varıb sizləri yormaq deyil məqsədim. İlk öncə avtomobilinizin təkərləri. Baxın, bizim avtomobilin təkərləri gördüyünüz kimi protektorların qalınlığı, qar üzərində də izi qalır. Bizə imkan verir ki, biz qarlı havada avtomobilimizi idarə edək. Və digər baxım mövzusunda da bütün baxımları olunub, ona görə də avtomobil yola çıxmağa hazırdır. Və mən də təlimçi olaraq avtomobil idarə edə bilirəm. Ələxüsus da bu kimi hava şəraitində avtomobil idarə etməyi çox sevirəm. İndi sizlərə avtomobilin içərisində əyləşərək nələrə diqqət etməli olduğunuzu bir aşılayacağım. Bizim avtomobilimiz 4 çəkər avtomobildir. Yəni 4 təkərin 4'ü də dartıcı rolunu, aparıcı rolunu oynayır. Lakin elə avtomobil var ki, o avtomobillər yalnız 2 çəkər olur. Yəni ya ön təkərlər dartıcı rolunu oynayır, yəni avtomobili idarə edir, aparır və yaxud da arxa təkərlər avtomobili hərəkətə gətirir, idarə edir. Bizdə 4 çəkər sistemi mövcuddur. İndi sizə bu 4 çəkər sisteminin aktivləşdirilməsi haqqında danışacağım. İlk öncə bunu vurğulayım ki, avtomobillərin zahiri görünüşü fərqli olduğu kimi detalların yerləşməsi də fərqlidir. Misal üçün, bizim avtomobilin işıqları bu qismdən aktivləşir. Ola bilsin ki, sizin avtomobilinizdə işıqlar bu qismdən aktivləşsin, yəni yeri dəyişik olmuş ola bilər. Bizim avtomobildə hal-hazırda Nissan X-Trail markalı avtomobildə mən sizə bunu izah edirəm. Gördüyünüz bu qismdə yer alır, 4 çəkər sisteminin aktivləşdirilməsi. Hal-hazırda gördüyünüz kimi 2 çəkər, yəni 2 VD rejimindəyik. Hal-hazırda ön təkərlər dartıcı rolunu oynayır. Qarlı havalarda da kifayət eləyir bu əslində avtomobili normal yollarda idarə etmək üçün. Lakin biz qeyd etdiyim kimi İsmayıllı rayondayıq və qarşıda bizi İsmayıllının aşırımları gözləyir. İsmayıllı perevalları deyirik də ora. Və o enişləri, yoxuşları qalxıb düşə bilməyimiz üçün 2 çəkər bizə kifayət etməyəcək. Bunun üçün avtomobilimizi 4 çəkər rejiminə qoymalıyıq bu hava şəraitində. 4 çəkər rejiminə qoymaq üçün nə edirik? Əyləc sistemini basırıq.
Yəni tormozu basırıq. Daha sonra sürətlər qutusunu gətiririk neytral bölməsinə keçid edirik. Neytral bölməsi. Neytralda olduğu halda buradan 4 çəkər rejimimizi aktivləşdiririk. Avtomatik rejimə qoyduqda bu sistem daha çox Audilərdə mövcuddur. Buna Quattro sistem deyirlər. Yəni bildiyim qədərilə kərtənkələ rejimidir. Təkərlərin hansının tutacaq yeri varsa, yəni hansı təkər yer səthinə yapışırsa, o təkər dartıcı rolunu oynayır. Hansı təkər boşdadırsa, o dayanır. Digər lock rejimimiz isə 4 təkərin 4-ünün də daima işlək vəziyyətə, dartıcı vəziyyətə gətirilməsi deməkdir. Bunu keçirdik 4 çəkər rejiminə. Daha sonra sürətlər qutusundan D rejimində seçə bilərik, 2 və yaxud da 1 rejimdə seçə bilərik. Baxır bizə hansı sürət lazımdır. Sürətlər qutusunda misal üçün birinci mərhələdə avtomobil maksimum gedə bilir saatda 40 km. Ondan yüksək sürətlə hərəkət edə bilmir. İkinci pillədə avtomobil hərəkət edə bilir maksimum 80 km. Ondan artıq gedə bilmir. Yəni bu avtomobildən avtomobilə dəyişir sürət limiti. Lakin ortalama elə sizə izah etdiyim göstəricilərdir. D rejimində isə heç bir məhdudiyyət yoxdur. Avtomobil lazım olan qədər də sürət əldə edə bilir. Lakin siz əgər 4 çəkər rejimə qoymusunuzsa, avtomobilin aşırı dərəcədə sürət toplamasını nəzərdə tutmayın. Zaten sürət 40 km-dən artıq olacağı təqdirdə 4 çəkər rejimi deaktiv olacaq. Keçəcək 2 çəkər rejiminə. Və qarlı hava şəraitində də sizə yüksək sürət lazım deyil. Sürüş əsnasında isə nələrə diqqət etməlisiniz? Bunları sizə avtomobili hərəkətə gətirəndən sonra elə avtomobili idarə edərkən də izah edəcəm.